Yaxın gəlin canlar, çünki bir psixoloq və ya bir koçun sizə hansı sahəni seçib seçməyəcəyinizə dair məsləhət verib verməməli olduğunu açıqlayacağam. Deməli əzizlərim, dünən Saracanın bir postuna qarşılaşdım. Sara Rəcəblinin postu sizin tanımınızla. Sara'nın postunda bir xanım belə bir ifadə bildirmişdi ki, müraciət elədiyi mütəxəssislərdən psixoloq, koç ünvanına sahib bir xanım onlara hansı sferanın daha perspektivli olduğu və o sferanın arxasınca necə kəsmə yollarla, qısa yollarla gedə biləcəyinə dair məsləhətlər, tövsiyələr vermişdi. İndi sizə açıqlama verim nəyi? Birinci növbədə psixoloqlar və koçlar insanlara hansı sferanın arxasıca getməli olduğunu demirlər. Təbii ki, fikir alış-verişi ola bilər, yəni proses ərzində danışan nələrsə soruşa bilər, amma məsləhət vermək koçun deyil, mentorun işidir. Əgər siz bir sferada yüksək bir yerə getmək istəyirsinizsə, əvvəlcədən o sferada təcrübəsi olan, mütəxəssis olan şəxslərdən faydalana bilərsiniz, onlardan mentorluq ala bilərsiniz. Amma koçların gəlib sizə hansı sahənin daha perspektiv olacağını və hansı sahənin arxasınca getməli olduğunuzu deməsi artıq onun işini düzgün bir şəkildə görmədiyinin göstəricisidir. Bunu niyə ifadə edirəm? Çünki koçların əslində əsas əhəmiyyəti buradan ibarətdir ki, bizə zaten uşaqlığımızdan bəri nəyi eləyib, nəyi eləməməli olduğumuzu hər kəs deyir. Və koçun rolu hər kəsin zaten dediyi və elədiyi şeyi ödənişli bir şəkildə danışanına və konsultantına ifadə etmək deyil. Danışanın, konsultantın özünün nə istədiyini, nəyə marağı olduğunu, hansı sahələri kəşf etmək istədiyini ortaya çıxartmaqdır və onun öz reallığını yaşamasına şərait yaratmaq və buna dəstək olmaqdır. Bu bir.